Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyent izləyicilərimiz. 20 sualdan ibarət növbəti bir sınağın izahını təqdim edəcəm. 10 açıq, 10 qapalı sualdan ibarətdir bildiyiniz kimi. İlk sualımızdan başlayaq. Daha əvvəl baş vermişdir. Səlcuq türklərinin Bağdadı ələ keçirməsi 1055 və Böyük Karlın özünü Romada imperator elan etməsi 800. Uyğur xaqanlığı nə zaman meydana gəlir? 744. Poitiers döyüşündə ərəblərin franklara məğlub olması 732 və Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına hücum etməsi, xaqanlığın süquta uğraması 965. Deməli, baxırıq, burada daha əvvəl baş verən Poitiers döyüşü olacaq. D variantını götürürük. Növbəti sualımız Manna haqqındadır. Uallinin xarici siyasətində atdığı addım. Hakimiyyət ili 650-630 eradan əvvəl. Assuriya ilə münasibətləri qaydaya salır. Çünki bu hökmdardan qabaq hakimiyyətdə olan Ahşeri Assuriya ilə müttəfiqlik əlaqəsini pozmuşdu, İskitlərlə yaxınlaşmışdı. Növbəti sual 3. Dori tayfalarının yürüşləri nəticəsində bəli, Mikena mədəniyyəti eradan əvvəl 2-ci minillikdə nə olur? Süqut edir. Sual 4. Albaniya haqqındadır baş vermiş hadisələrin məntiqi ardıcıllığı. Baxaq, 3-cü Vaçaqanın hakimiyyətin baş çatması, Arşaki sülaləsinin hökmranlığına son qoyulması və 510-629 uzun müddətli mərzbanlıq, yəni Sasanilər yenidən Sasani mərzbanları tərəfindən Albaniya, yenidən Sasani mərzbanları tərəfindən idarə edilir. Və sual 5. Göstərilənlər belə bir xəritə sualıdır. Kür çayı sahilində Romalılara məğlub olmuşdur. Eradan əvvəl 66. Alan tayfaların yürüşləri 1-3-cü əsr və bir müddət Roma hökmdar Orois tərəfindən idarə edilməsi eradan əvvəl 1-ci əsr. Söhbət gedir Albaniya dövlətindən. Azərbaycan şimal torpaqlarında yerləşir. 3 işarələnən ərazi Albaniyaya aid C variantını təyin edirik. Hökmdar Orois tərəfindən idarə edilməsi, Kür çayı sahilində Pompeyə məğlub olması və alan yürüşlərinə məruz qalması. Sual 6. Frank və Bizans dövlətləri üçün ümumi cəhət. Təbii ki, burada hər ikisi ərəblərlə mübarizə aparıb. Həm Frank dövlətinə aiddir, həm də Bizans dövlətinə oxşar cəhət olacaq. Sual 7-yə baxaq. Eradan əvvəl 6-cı əsrin ikinci yarısında Midyada baş vermiş üsyana aid deyil. Söhbət gedir eradan əvvəl 522 Qavmata üsyanı Fars zülmünə qarşı baş verir. Aid deyil. O zaman Makedoniya zülmünə qarşı baş verməsi və Bariaksın başçılıq etməsi təbii ki, bu üsyana aid deyil. Bariaks üsyanına aiddir. Eradan əvvəl 327 Böyük Midyada baş vermiş bir üsyandır. O zaman 3 və 4 C variantı. Və sual 8. Deməli, Sarı Sarıqlı üsyanı haqqında bir mətin. 184-cü ildə Çıjan qardaşlarının başçılığı ilə böyük bir üsyan baş verir. Çində üsyan 20 il davam edir, çətinliklə yatırılır. Beləliklə Çin dövləti zəifləyir. Padşah öldürülür və verilənlərə əsasən Çıjan qardaşları Xan sülaləsinə qarşı üsyan qaldırmışdı. Üsyan nəticəsində həm hakim sülalə, Xan sülaləsi zəifləyir və devrilir, həm də Çində quldarlıq feodalizmdən əvəz olunur. Bu məlumatları diqqətlə yadda saxlayın. 9. 7-ci əsrin 40-cı illərində baş verir, ərəblər qələbə qazanır. Şimala gedən yol açılır, yəni Albaniyaya. Cərmidan döyüşü 643. 9-10. Misirdə Firon 3-cü Tutmosun hakimiyyət dövrünə aiddir. Baxın, işğal olunmuş ərazilərin canişinlər tərəfindən idarə edilməsi, başqa oxşar cəhət düşə bilər, məsələn, Manna dövləti ilə və yaxud da Roma ilə ərazilərin canişinlər tərəfindən idarə olunması. Venn diaqramında oxşar cəhət kimi düşə bilər. İdarə etmənin canişinlərə tapşırılması diqqətlə yadda saxlayın. 11. Və beləliklə açıq sual başlayır. Xronoloji ardıcıllıqda Neqbol döyüşü 1396 Sultan hökmdar Bəyazid Bolqaristan'a asas alır. Onan qurultayı 1206 Çingiz xan
deməli, Monqol dövlətinin əsasını qoyur. Qranada əmirliyinin süqut etməsi 1492 və Pirney yarımadasında müsəlmanlar tamamilə qovulurlar. Hristiyan kilsəsi parçalanır, katolik pravoslav 1054. Deməli, 4, 2, 1, 3. Bəli. 12-yə baxaq. Alparslanın fəaliyyətinə aiddir. Burada Alparslan hakimiyyətini yazacağım 1063-dən 1072-yə qədər. Rəvvadilər dövlətinin süquta uğraması 1065 və Şirvanın asılı salınması 1066 hökmdarın adı ilə bağlıdır. Dəndənəçan döyüşündə Toğrul qələbə qazanır. Əbləsvar Şavurla da müqaviləni Toğrul imzalayıb. Sual 13. 7-ci əsrin birinci yarısında Albaniyanın müstəqillik qazanmasına təsir edən amillər nə idi? Baxın, Bizansla Sasani öz aralarında müharibə apararaq zəifləyirlər və Xəzərlərin arasında qarşıdurma var. Albaniya bütün bunlardan istifadə edir və müstəqilliyini qazanır. Söhbət gedir 7-ci əsrin birinci yarısından. Situasiya sual kimi düşə bilər. Diqqətli olun. 14. Sual 14 uyğunluğu müəyyən edin. Yaxınlaşdırım. Buradan silək. Aha, Uyğur, Axun, Qaraxanlı. 1, 2, 3. Qırğız üsyanı, Uyğur xaqanlığının süqutu. 2-yə al. Ordu şəhəri paytaxtıdır həm də Urdunun. Uyğurun. Sasani dövləti ilə müharibə aparması, Eftallılar kimi tanınması Axuna aiddir. Yəni burada birə S-ni yazırıq, həm də Y-ni. Qaraxanlı dövləti isə Qutluq Bilcə Qədir xan tərəfindən yaranıb, D-ni yazırıq 840-cı ildə. Uyğunluğu müəyyən edin. Heysam Xalid, Yusif Sac, Fəzil Məhəmməd 1, 2, 3 yazaq. Və baxaq, Rey şəhərinin Samanlərdən alınması Yusifə aiddir. 2-yə A-nı yazırıq. Sacilər dövlətin əsası Məhəmməd Sac qoyub. Xudafərin körpüsü Fəzil Məhəmməd 1027 Araz çayı üzərində. Məziyyədlər sülaləsinə mənsub olan Heysam Xaliddir. Həmçinin Fəzil Məhəmməd rəvvadilərlə dostluq əlaqəsi saxlayıb. Yəni 3-ə Y. D, A, S, Y. 16. Yenə bir xronoloji ardıcıllıq. Attila tərəfindən Xəzərlərin tabi edilməsi 448. Verden müqaviləsi 843, Frankın parçalanması, Katalan döyüşü 451, Kordova 756. Ardıcıllığa baxaq 1-3, 4-2. Və 17. 1028, yəni 1028-ci ildə 2000 Oğuz türkünə mənsub ailə Azərbaycan cənubunda məskən salır. Ardınca yeni Oğuz tayfaları da bu yerlərdə məskunlaşır. Oğuz axını Bizansın və erməni gürcü feodalların basqınlarının qarşısına alınmasında böyük rol oynayır. Azərbaycan cənubunda türklərin mövqeyi daha da möhkəmlənir. Mətnə əsasən hansı nəticələrə gəlmək olar? Baxaq. Oğuz türklərinin bəli, Rəvvadi ərazidə məskunlaşması. Həmçinin ordunun gücü artır. Hərbi gücü artır. 1 və 3. Oğuzlar niyə Rəvvadi ərazisinə axın edirlər? Çünki Xorasanda baş verən qiyam və Mahmud Qəznəvinin onları sıxışdırması və Rəvvadi dövlətinin hökmdarı Vəhsudan isə Oğuzlara icazə verir. Onlar 1028-də Rəvvadi ərazisində məskunlaşırlar və ordunun hərbi gücü beləliklə artmış olur. Və 18. Sultan Mahmudun burada 4 də var imiş. Əslində, belə deyək də, 4. 18. Sultan Mahmud Qəznəvinin hərbi yürüşlərdə uğur qazanmasına təsir edən amillər nə idi? Türk qulamlarından ibarət dəstələrin təşkil olunması, qazi adlanan könüllülər 3 və 4 düzgün olacaq. Mahmud Qəznəvi 998-1030 Qəznəvi dövlətin hökmdarı. İzahın sonuna yaxınlaşırıq. Daha əvvəl baş verib, Afşin təyin olunur 835, Şamaxı paytaxta çevrilir 918,
Şəddadi süquta uğrayır 1088. Bərdənin qayrəti Slavyanlar tərəfindən 944. Daha əvvəl hansı baş vermiş olacaq? Deməli, daha əvvəl baş vermişdir burada. 835-i götürməliyik və 918-i. 1 və 2. Burada Kadisiya döyüşü də var. 636. O zaman içini silək. Daha əvvəl baş vermişdir. Kadisiyanı götürəyəm. 1, 2. Daha əvvəl baş vermiş hadisələrdir. 636 Kadisiya. Xranjarcılığı müəyyən edin. Cavanşirin öldürülməsi 681. Şamaxı əsasının qoyulması 861. Cəlmidan döyüşündə ərəblərin qələbə qazanması 643. Xürrəmi hərəkatının yatırılması 838. Baxaq. 3, 1, 4, 2. Burada 19-cu sualda biraz problem var. Daha əvvəl baş vermişdir. Mən ikisini götürdüm. Yəni siz də ikisini təyin edə bilərsiniz. Daha əvvəl baş vermiş 2 hadisə. Belə. Və dəyərli abituriyentlər, hər gün sizlərə qəbul tipli sınaqların izahını paylaşacağım ki, artıq çox az bir müddət qalıb. İzləyin, sizlərə də faydalı olsun. Paylaşın ki, başqa abituriyentlərin də qarşısına çıxsın və davamlı olması üçün kanalımıza abunə olub rəy yaza bilərsiniz. Hər birinizə uğurlar. Suallar haqqında hər hansı bir problem olsa, rəy bölməsində gözləyirik. Hələlik.